Ha, keçən dəfəki dərsimizi bir təkrar eləyək. Dərsə başlamamışdan əvvəl keçən dəfəki dərsimizi təkrar eləyək. Ondan sonra başlayaq. Keçən dəfə nədən başlamışdıq biz? Yəni neçənci başlıqdan başlamışdıq? Dəftərdən kopya çəkir. Aman tanrım. Yox, 8 öldü. 5 idi. 5 idi, 6, 7, 65. 5 idi. 5-ci. 5-dən başlamışdıq artıq. Dəqiq 5-dən başlamışdıq. 5 bölücü 5 Hı? idi. Ona bax görək bir kopya çəkir. Ada beş. Yadımda deyil, onun üçün 5 5 olmaz, 6 olar. 5. 5 sürət. 7, 6, Sürətli bərabər sürətdir. Maalesef 7'den başlamış. 7-dən başlayırsan deyirəm də mən. Hə, 7-ci dərsdən başlayırıq. Sonra qoyum. 7-ci dərsimiz nə idi? Başlığımız nə idi? Yəni hissəmizin adı nə idi? Yaxın dediyim ən yaxşı dediyim şey o idi. Təcil. Təcil idi. Təcil nə idi? Məsələn, təcilin tərifini bilə bilərsən. Təcil biz izah. 1 saniyədə nə qədər məsafə ediyor? O sürət idi. Hocam. Deməli, sondan başlanırdı. 1 saniyə nə qədər sürətin dəyişdiyi idi təcil. Yəni 1 saniyə içində mən sürətimi nə qədər dəyişdim? Təcil deyilən bir şey bu idi. Yer dəyişmə dedim. Yox, yer dəyişmə o sürətdir. 1 saniyə nə qədər yerimi dəyişdimsə o sürətdir. Amma 1 saniyə nə qədər sürətimi dəyişdimsə o şeydir. Bu gün enjoy görürsən. Biraz keçən dəfə məktəb var idi. Məktəbə getməmişdim də sən. Yox, getməyib, bu maraqlı çəkirsən. Ha. İndi təcilin nə olduğu haqqında danışdıq və təcilin düsturu nə idi? A bərabərdir Vx-t, Vx bölünsün T. Oradan da çıxır. Delta V2 bölünsün T. Oradan da çıxır. X V çıxırsa V0 bölünsün T. Bölünsün nə? T. Yəni bu düstur var idi. Bəs sən desən sürətin düsturlarında 2 dənə sürətimizin düsturu var idi. Bu sürətin düsturlarının hansıları idi? Ben baxım. Ya bu Vx bərabərdir V0. Buradan çıxırdı. Buradan Vx tapsaq, yazı işində Vx tapsaq, Vx nəyə bərabər olardı? V0 x üstəgəl AXT. AXT. AXT bir şəkildə idi. Və bir də var idi, kök altında sən yaxşı bilirdin onu. Hə, hocam. Vx bərabərdir, qoyaq görək. V0 x kvadratı. Aha, qəşəng gedirsən. AXT kvadratı yəni. Üstəgəl nə? Yo, AX nə idi? 2 as. 2 as. AX, SX. Bir dənə də düsturumuz var idi. Sürətin cəmi 2 düstur var idi. Təcillimizin də cəmi 1 düstur var idi. Bir də yerdəyişmə düsturu var idi. Yerdəyişmə düsturunun hansıları idi? SX nə bərabər idi? SX-in düsturu var idi. VXT. VXT. Üstəgəl V0XT daha doğrusu. Ha, üstəgəl AXT bölünsün ki. AXT-nin kvadratı bölünsün ki. Burada 2 olmalıydı. AXT-nin kvadratı bölünsün ki. Ondan sonra yerdəyişmə bir dənə düstur var idi. Neydi? Belə köpəyimin kəsrini. Toplayırdıq belə. Hə, V köpə V. Üstəgəl V0x. Bölürdük 2-yə vururduq T-yə. Bölü 2 vur T. Bir də var idi. O təcillə bağlı idi. Orada da nə edirdik? Bunun kvadratından çıxırdıq bunun kvadratını. Bölürdük nəyə? 2'ye. 2 nəyə? Ay. 2-aya. Bölürdük 2-aya. İndi belə bir şey eləmişdik burada. SX bilirdik ki biz nəyə bərabərdik? X çıxılsın X sıfıra bərabərdik. Elə deyilmi? X çıxılsın X sıfır. Bu yəni Dədə Qorqudun dövründən bildiyimiz üsuldur. İndi bunu gəlib burada yerimizə qoysaq, X-i tapa bilərik də. Burada SX-i gəlib bunun yerində qoyarsam, X tapmış olaram. X nəyə bərabər olurdu onda? Koordinatım nəyə bərabər olurdu? X0. Üstəgəl X0, ondan sonra burada nə varsa o. V0 x t üstəgəl ax t kvadratı bölünsün neçə? 2. Yəni bizim cəmi bu qədər düsturumuz var idi. Bir də xüsusi hallar falan danışmışdıq. Onlara girməyəcəm. Çünki yəni bunlar bilirsiniz, əzəkan xüsusi çıxmaq mümkündür. Sadəcə sən imtahanda həyəcanlanarsan, ağlına gəlməyəcək deyə biz o xüsusi halları, düsturları falan demişdik. Əslində yəni hamısı buradan gələn şeylərdir. İndi onları bir dəfə dediksə, mən ikinci dəfə deməyin adı yox. Anladın bunları? Sən anladın? Əla. Anladın dəzirləmsə, sən mi anlatmalıydın? Mən anladım deyirəm. Hə, bu günlərim çox maraqlı bir hissəyə keçəcəyik. Həqiqətən də bu gündən sonra təbiətə qarşı yeni bir baxış açısı olacaq səndə. Həqiqətən də bildiyin dərsdir. Sadəcə fizikada görməlisən. Və məndən qəşəng gəlsən də deyəcəm. Amma fizikada görməlisən. Yəni mən nəzər edirəm ki, fizikada görməlisən. İndi ilk öncə başlayaq nədən? Orta sürətdən. Neçə dəqiqə qalmışdıq axırıncı səfər? İndi onu yazaq.
8 elə 7 8-dən dedik, sonra 8 dedik, 9 dedik. 9 yox. 8 deməli 8 çıxartdı bərabər təcil hərəkət. Hə, 9 deməli onda. 9-cu hissəmizə başlayırıq. Bu nədir? Orta sürət. Sürət. Orta sürətin nə anlayışıdır? Birinci onu deyim. Birinci dəyişən sürətlər hərəkət edəcək. Dəyişən sürətlər hərəkəti nə olur? Dəyişən sürətlər hərəkəti nədir? Mən bir yol gedirəmsə, sürətim dəyişir. Sürətim dəyişir. İndi tutaq ki, bu sinifdə 10 dənə uşaq olsun. İndi bizə nədir halbuki? 10 dənə uşaq olduğunu fərz edək və hamısının bir müəyyən bir balı var da, qiyməti var. Balının qiyməti var. İndi mən burada desəm ki, sinifin ortalama balı desəm nə edərəm? Yəni hamısının balını toplayıb bölərəm də sayına da. Yəni, ortalama bal deyə bir şey yaradıram. Yəni sinifin ortalamasını götürərəm. İndi sürətin də belə bir ortalaması var. Və indi belə bir şey düşünək. Sürətin məsələn bərabər zamanlar fasiləsində, müəyyən zaman fasiləsində bir müəyyən qədər sürət eləyirik. Əgər tutaq ki, sinifdəki hamı eyni qədər bal yığsaydı, hamısı 200 bal yığsaydı, hamısı savadsız oldu, hamısı 200 bal yığsaydı, ona nə deyərdim? Deyərdim ki, sinifin ortalama balı elə 200. Əgər mənim sürətim sabit olsaydı, sabit tutaq ki, 5 metr bölü saniyə ilə getsəydim mən, onda deyərdim ki, yəni bütün yolun bütün hissələrində, məsələn, tutaq ki, buradan Şəkidən Zaqatalaya qədər ancaq 5 metr bölü saniyə ilə getmişəm. Hə, illər sonra çatacağam, 5 metr bölü saniyə ilə getmişəm. Onda nə deyərəm özümə? Yəni deyərəm ki, şeydir, ortalama sürətim elə 5-dir. Amma mən yarısına qədər 5 ilə getsəm, yarısından sonra qaldırıb bunu onu etsəm, burada sorunlarımız yaranır. Burada sorunlarımız yaranır ki, mən ortalama bilmirəm axı nə qədər getmişəm. Ortalamanı tapmaq üçün bir dənə düsturumuz var sadəcə. Ondan sonra da hamısı buradan aslında çıxmır. Yəni çıxır düzdür, amma çıxmır. Və Yəqin toplayıb ikiyə böl. nə bərabərdir? Bax, orta sürət nə bərabərdir? Orta sürət əslində iki şeyə görə var. Yola görə orta sürət var, yer dəyişməyə görə orta sürət var. Yola görə orta sürət bütün gedilən yolları zamana bölməkdir. İndi deyəcəm tuturum, bax. Şimdi orta sürətimiz bərabərdir. Nə qədər mən yer dəyişmə getmişəmsə, ümumi yer dəyişmələrin sayı, nə qədər ümumi getmişəmsə, böl T ümumiyə. Ümumini bölsən tümə. T ümumiyə bölürsən. Burada nə tərdir? Məsələn, indi bu riyazi formada yazacaq. S1 üstə gəl S2 üstə gəl nöqtə üstə gəl Sn. Yəni en hissə olsun, bilmirsən, yolun en hissəsində sürətimi en qədər dəyişdirmişəm. Hər o nə qədər eləmişəmsə, yəni onun sürətləridir. Yəni o qədər məsafələrdir. Bölünsün nə? Həmin o hissələrdə zamanlar. T2 üstə gəl T. Yəni sürətin zaten düsturu buydu. S bölünsün T deyilmiydi? Sadəcə burada nədir? Ümumi hamısını götürüb toplayırıq ki, ortalama sürətinə görə ki, bu insanın ortalama sürəti nə qədər imiş. Onu tapmaq üçün belə bir istifadə edirik. İndi yola görə orta sürət var, yer dəyişməyə görə orta sürət var. Tək fərqi nədir? Yola görə orta sürətdə bütün yolları zamana bölürsən. Yer dəyişməyə görə orta sürətdə bütün yer dəyişməni edirsən, zamana bölürsən. Yəni burada əsas fərqlərdən biri nədir? Yola görə orta sürət 0 ola bilməz. Yer dəyişməyə görə orta sürət 0 ola bilər. Niyə ola bilər? Hə, mən getmişəm bura. Tutaq ki, mən A nöqtəsindən getmişəm tutaq ki, B-yə. Təzədən qayıdıb gəlmişəm A nöqtəsinə. Ümumi yer dəyişmə nə qədər oldu? 0 oldu. 0 oldusa bura 0 olur. 0-ı nəyə bölürəmsə bölüm, istəyir 10 günə gedim, istəyir 20 günə gedim, nəyə gedirəmsə gedim bölüm, 0 yazın. Amma yəni ortalama sürət yer dəyişməyə görə ola 0 ola bilər. Amma yola görə nədir? 0 ola bilmir. İndi əslində sürətin tam düsturu yəni budur, amma sadəcə burada bir manevralar da deyəcəm bir-iki dənə. Hə, yəni manevralar deyəndə zaten biləsən. S ümumi nəyə bərabər idi? S nəyə bərabər idi? VT-yə bərabər deyilmiydi? S bərabərdir VT deyilmiydi? İndi burada S-lərin yerinə gəlib VT yazsam belə bir düstur alaram. Artıq bunu niyə yazıram? İndi görəsən, birazdan indi açıqlaması üçün lazım olacaq. V1, T1 üstə gəl. Qəribə bir şey eləmirəm. Sadəcə düsturun yerinə qoy. V2, T2. Aman tanrım, kömək eləyir mənə. Üstə gəl. V-in, T-in. Bölünsün nə? T1 üstə gəl, T2 üstə gəl, nöqtə üstə gəl, T-in. İndi belə bir şey də eləyə bilərəm. T buradan nəyə bərabərdir? Burada T nəyə bərabərdir? S bölünsün kim? V. S bölünsün V-yə bərabərdir. Və indi buradakı T-lərin yerinə gəlib S bölünsün V yaza bilərəm da. El deyilmi? Yəni bu bərabərdir eyni zamanda. İndi bunları sabit saxlayaq. Yəni S1 üstə gəl, S2 üstə gəl. Nöqtə üstə gəl Sn, ən çətinçi nöqtədir. Bölünsün nə? S1 bölünsün V1, üstə gəl S2 bölünsün V2, üstə gəl də nöqtə Sn bölünsün Vn. Yəni belə bir dənə nədir? Düsturdur.
Anladım burada. Burada yəni qaranlıq bir şey qalmayacaq. Çünki sadəcə nə etdim? Düstur buydu. Bu düsturun mənasını izah elədim birinci sənə ki, niyə belə bir şey yazdım. Sonra da bu düstur sadə düstur idi. Yəni fizika sadə düsturdu. Onları yerinə qoyub 2 dənə hal aldım. İndi burada cəmi 2 dənə halımız var və testlər də əsasən bu 2 haldan düşür. O 2 halı sənə deyim və artıq anlayasın. Yəni 2 hal deyim. Dediyim kimi təkcə düstur məsələ bu idi. Sadəcə bunları nə etdim? Əlavə olaraq yazdım. İndi belə bir şey ola bilər. Mən tutaq ki, A nöqtəsinə B nöqtəsinə getmişəm. Mən tutaq ki, nə etmişəm? A nöqtəsindən hərəkətə başladım, getdim. B nöqtəsinə getdim, çatdım. B nöqtəsinə getdim, çatdım. İndi mənə desələr ki, zamanın birinci yarı, zamanlar elə bil ki, bərabər, zamanın birinci yarısında bu qədər getmişəm, ikinci yarısında bu qədər getmişəm deyir. İndi zamanın yarısı deyəndə, zamanın yarısı deyəndə nə başa düşürsən? Getdiyimiz yolun yarısı. Getdiyimiz yolun yarısı. Yəni mən tutaq ki, belə nəzərdə saxlayaq. 10 saniyə bu yol getmişəmsə, 10 saniyə bu yol getmişəmsə, adam bir yerə qədər, bilmirəm nə qədər burada dayanmışam, orada saymışam. 10 saniyə bu yol getmişəmsə, əgər sənə testdə belə sual verilir. Zamanın birinci yarısında 10 metr bölü saniyəni getmirsən, ikinci yarısında 20 metr bölü saniyəni daxil getmirsən deyirsə, onda deməkdir ki, bildir, yəni bunu bax, onda deməkdir ki, zamanlar bərabərdir. Çünki zamanın birinci yarısı deyirsən, zaten nəsə, tutaq ki, burada yarıya bölürük də, yəni birinci yarısı deyirsən, bura T1-dir, bura T2 olsun. Birinci yarısı nədir? Budur, ikinci yarısı da budur. Yəni T'lər bərabərdir də. Zamanın yarısı 5 olar, bu da 5 olar. Yəni ümumiyyətcə yadında saxla. Əgər bunu üstən qeyd olaraq da yaz. Qeydlərini bir yaxdan yazdın mı qeydlərini? SMMT falan yazdın. Yazmışam. Hə. İndi bunları yaz. 1 A yaz burada. A yaz. Zamanlar bərabər olarsa, zamanlar bərabər olarsa. Belə mötərizə də qoy yaz ki, zamanın birinci yarısında T1, ikinci yarısında T2 gedib. Bu zaman T'lər də zaten bərabər olur. T1 bərabərdir T2, o da bərabərdir 1 T deyək də. Yazdın. Şimdi biz burada nə elədik? Yolu 2 hissəyə bölüb, yaxud n hissəyə bölmüşdük. Yəni n hissələrə ümumi düstur dedik ki, yəni sənə verilsə 40 dənə yol tutaq ki, əslində verilmir. Yəni 2 uzağı və qəddarlıq eləyiblər 3-ün verərlər. Amma bizim də 2 üçün baxaq. Zaten 3 belə görməyəsən demək olar. Görsən də zaten düsturdan özünü çıxarda bilərsən. Amma 2 eləyək ki, kolaylıq olsun. Zamana bərabərdir. 2 desə mən nə edərəm? Vertanın bir düsturunu yazaram. Nə idi? S1 üstəgəl S2 bölünsünə T1 üstəgəl T2 formasını yaza bilərəm. İndi burada belə bir şey deyək. S nəyə bərabərdir? S1 nəyə bərabər idi? Yox. Biləmirəm, bu misala baxma. V1 T1-ə bərabər deyil miydi? Yazaram V1 T1 üstəgəl V2 T2 çox asan bir düstur görəcəyik. Ondan sonra əsl düsturunu özünə satdı. T1 üstəgəl T2. Biz nə demişik burada? Əgər zamanlar bərabər olaraq, ümumiyyətcə, zamanın birinci yarısında sənə T1, ikinci yarısında T2 kimi bir cümlə işlətməyə cəhd eləsə, onda bizcə zamanlar bərabərdir. Zamanlar bərabərdirsə, T1 T2-yə bərabərdir, o da bir T-yə bərabərdir yaza bilərəm. Yəni bir şey yaza bilərəmmi? Bax, V1 T üstəgəl V2 T bölünsün nə? 2T. Çünki bu da T1-dir, bu da T-dir, bu da T-dir. Birləşəndə nə olur? 2T olur. 1T üstəgəl 2T bərabərdir nə? 2T. İndi burada nə alınır? T-nin mötərizə xərcini satsaq nə olar? V1 surəti 2, oradan da T-nin bir xərcini. T, aferin. Nə olur? V1 üstəgəl V2 bölünsün 2. Burada nə düşünürəm? Əgər zamanlar bərabərdirsə, sürət o ədəd orta kesim yer yazacaqdan bilirsən. Nə qədər varsa topla böl sayına. O kimi alır. Yəni 3 dənə verilsəydi, 3 dənəsini yazıb bölürdünsə, belə bir şey alınır. Və yəni burada da 2 dənə desin verilərsə, tutaq ki, sən bir example deyək, indi bir dənə məsəl deyək, misalan deyək, bunu sən yaz. Məsələn 1. Yaz ki, cisim zamanın birinci yarısında V bərabərdir 10 metr bölünsün saniyə. İkinci yarısında da
V1 tabii V2 beraberdirsə, hansın çox çətin verməyim də sadəcə anlayla aldım yoxsa. 20 km bölü saniyə sürətlə neyib, hərəkət eləyib. Yəni sən bizə tap ki, orta sürət nəyə bərabərdir? 15. 15. Nəsə tapdın? Topladın, böldün ki. Sadə bir şəkildə. Desəydim ki, V3 bərabərdir 30 metr bölü saniyə. Neyniyərdi? Öyle burada da 10. Yo, Burada 20 neyin nədir? değil. 20'dir. 20'dir. Da 20 diyor. 20'dir, ha 20'dir. Riyazat maşqadır. Riyaziyyatımı laf etdirmə. Bərabərdir neçə? Fərqli buradan bir ortaya var. Bu düstur qeyd elədin. Sən bunları qeyd elə. Qeyd elə. Yəni bir çıxarılış verdim. O çıxarılış asan değil. Çıxarılışı asan deyildi. Bir çıxarılış verdim. Bir də ki, düsturun özü mənasını asan şəkildə yadına saxlamaq üçün dedim ki, yəni laf asan şəkildə yadına saxla. Kəm ki, zamanla bərabərcə orta sürətin düsturunu istifadə edəcək. Laf imtahanına getdin, tutaq ki, bu cümlə yadından çıxdısa, neyəsən? Asan şəkildə çıxarılış verirsən. İndi tutaq ki, desinlər ki, bu iki dəfə deyirlər, artıq deyirlər. Zamanın yox, yolun desən. Yəni yolun buna bir deyək. Yolun birinci yarısında T1, ikinci yarısında T2 gedibsə, onda nələr bərabərdir? T1 bu arada demək təhlükəlidir. Biz T1 ümumiyyətlə səhv demişik bura. Bura V1 olmalıdır. Bura V2. Bu da şeydir. Özüm söyləyəsən də bunu niyə elə demişəm bilmirəm. Yəqin yorğun olmam üçün demişəm. Yolun birinci yarısında V1, ikinci yarısında nə eləyib? V2 sürətlə gedib. Deyəlim demişəm zamanın birinci yarısında zaman 1, ikinci yarısında onu niyə tutmalısın? Sən üstümdə atmışsan ki. Məsələn diqqətini yoxlayır. Hə. İndi yolun bərabər olarsa nə olur? Yolun birinci yarısında tutaq ki V1 gedib, ikinci yarısında V2 gedibsə, demək ki yollar bərabərdir də. Yəni birinci yarısı deyirsə bu nəzərdə tutulur, ikinci yarısı deyirsə bu nəzərdə tutulur və bunlar birbirine bərabərdir. Yollar bərabərdirsə nə olur? S1 bərabər olur S2-yə. O da bərabər nəyə bərabər olur? S-ə bərabər olur ki, yəni S yazan ki, düstur çıxardanda xırdalı olsun. Bu düstur indi bunu çıxardaq. V orta nəyə bərabər idi? S1 üstə gəl S2 bölünsün nə? T1 bölünsün T2. T1 üstə gəl T2. T1 üstə gəl T2. İndi burada belə bir şey yazaq. Yuxarıda dəyməyək, S1 üstə gəl S2 niyə dəymədim? Çünki şeydir. Və sabitdə axı deməyim ki, onlar yəni düşəcək. V1-i nə yaza bilərəm? V-nin yerinə yaza bilərəm. T-nin yerinə yaza bilərəm. O incənə T bərabərdir nə? S bölünsün V. Belə bu düstura görə yazaram ki, S1 bölünsün V1 üstə gəl S2 bölünsün V2. İndi burada belə bir şey eləyək. Bərabərdir S yazaq bunların yerinə. S üstə gəl S bölünsün nə? S bölünsün V1 üstə gəl S bölünsün V2. S'lər burada mötərizə xaricindədir. Onlar yuxarı eləyir 2S, yuxarı eləyir 2S. Aşağı nə eləyir? S-i çıxartsam belə bir şey yaza bilərəmmi? 1 bölünsün V1 üstə gəl 1 bölünsün V2 kimi bir şey yaza bilərəm. Yaza bilərəm. S-lər neynədir? Getdi. 2 bölünsün. Bununla ki, yəni orta fərqə gətirmək var da onu. Neyini? Birinci bunları vururuq. V1, V2. Bunu bilirsən deyəcək orta fərqə getmək. Ondan sonra nə? V1 üstə gəl V2 olur. V2 olur. Buna ki şeydir, bunu yuxarı tərəfə keçirdəndə 2 V1 V2 bölünsün V1 üstə gəl V2 alırıq. Bu da ki orta sürətimizin düsturudur. V orta. Orta sürətimizin düsturudur və burada bir asanlıq da deyəcəm sənə indi. Əgər sənə desəydi ki 3 dənə, yəni yolun birinci yarısında V1, ikinci yarısında V2, üçüncü yarısında V3 desəydi, əslində bu harmonik notadır. Riyaziyyatda keçmirsən bilmirəm, harmonik nota. Burada nə edirsən? Bura 3 yazırsan, V1 üstə V1, V2, V3 yazırsan, toplamalardan da olur. V1, V2 üstə gəlir, V2, V1 hamısını bir-birinə görə kombinizasiyasını yazırsan bura. Əslində yəni çox keçsə düz uzadınız gedir. Amma indi 2 dənəsi üçün asaqda V1 üstə gəl V2. Zaten bu uzadı gedəcəyinə görə əminəm ki, testə düşməyəcək sənə. Çünki imtahanlar fizika çox asan düşür. Yəni bunu yazdın və düsturu anladın. Yollar bərabər şeydir. Yol haqqında deyirsə, yolun birinci yarısı, ikinci yarısı deyirsə, nə bilim, yollar bərabərdir. Yerdə şeydir. Zaman deyirsə nə bərabərdir? Zaman bərabərdir. Zaman olanda orta sürətində düsturu kimi yazdıq. Amma yol ordasında belə bir şey yazdıq. Bunda ki. Orta sürət bu qədər idi. Orta sürət bu qədər idi. İndi keçirik.
Bunları yazdın mı mısın? Oradan bak kamera kayıtladım. Elə tez baxıram. İndi keçirik neçənci hissəmizə? 10-cu hissəmizə. Aslında hər dərs bu qədər hissəyə ayrılmır. Dərslər isə dediğim gibi fizikası başlayanlar qədəm qıranlar hamısı gözün qıran dərsi. Bunu birinciyə qoymalı deyirlər əslində. 10-cu hissəmizə keçirik. Amma mən hissələrdən sonra bu qalan bir şey oldu. Elə bir dənə hissə yedik arada. Yedik deyəndə, yəni rəqəm olaraq yedik. Oralarda hər şey demişəm əslində. Hər şey sırayla deyə gəldim. Sadəcə adlarında olaraq o da ad boş deyil əslində. Yəni sən boş ver. 10-cudur. Nəyə baxırıq indi? 10-cuda bu əslində çox maraqlıdır. Həqiqətən çox maraqlıdır. Nisbi sürət. Nisbi sürət çox maraqlı bir şeydir. Çox maraqlı bir mövzudur. Yəni nisbi sürət deyəndə nə başa düşürük? Sürətlə nisbi ola bilərmiş və sürətin nisbi olduğunu indi danışacağıq. Nisbi ümumiyyətlə nə idi? Keçən dəfə demişdik. Mütləq var idi, nisbi var idi. Nisbi nə idi? Bilinmir də təxmin. Ədə yəni bir adama görə başqa, bir hesablama cisminə görə başqa, bir hesablama cisminə görə başqa bir nəticə ala bilərdi. İndi belə bir şey xəyal edək. Tutaq ki, maşın olsun. Maşın olsun və maşın bura tutaq ki 20 metr bölsün saniyə ilə getsin. Bu vaxtda bir dənə maşın olsun. Bu da bu istiqamətə 20 metr bölsün saniyə ilə getsin. Sənə qəribə bir şey deyim. İndi bu maşına görə bu maşın hərəkət eləmir. Tutdun demə. Bu maşına görə bu maşın neyir? Hərəkət eləmir. Eyni sürətdədirsə, Eyni sürətdədirsə, bax. Bu məsələn, desələr ki, bu birinci olsun, tutaq ki, bu da ikinci olsun. Belə deyək. Yəni ki, birincinin ikinciyə nəzərən sürəti deyilsə, birincinin ikinciyə nəzərən mənim sürətimin, bunun sürətinin, buna nəzərən sürəti. Bu məni nətər görür? Hərəkət eləmir görəcəksən. Və ya indi tutaq ki, bu 30 olsa, 30 milyon saniyə olsa, bunun sürəti heç də 30 olmayacaq buna görə. Olacaq 10. Əslində qabaqda 10 olur. Bəs indi belə bir şey düşünək də indi. Mən belə bir maşınam. Maşın oldum. Bu da ki, başqa bir maşındır. Bir maşında gedirsən, qabağında başqa bir maşın gəlir. Sənin sürətin tutaq ki 20 metr bölünsün saniyədir. Qarşındakının sürəti 20 metr bölünsün saniyədir. 40-dır. 20 metr bölünsün saniyədir, afərin. 40. Qarşındakı məsələn maşında əsasında oturanda bir müzakirə elə. Qabaqda maşın gəlir, çox sürətlə keçir qabağına. Əslində yazılır ki, ora 50 metr keçmək olmaz. 50 metr cərimə yazılır. Və bizimkilərdə 50 metri öldürsən də onlar 50-ni keçməzlər, cəriməyə görə. Amma nədənsə sən görürsən ki, bunlar hətta yalan olsun, 90-dan gedir. Belə gözündə elə görürsən. Niyə görürsən? Sürətlər toplanır. İndi belə bir şey var ki, eyni istiqamətə gələndə toplanır. Əks istiqamətə gələndən şeydir. İndi eyni istiqamətə gələndə çıxılır, əks istiqamətə gələndə toplanır. Hələ görürsən bir arada kök altında şeydir, kvadratlarını toplayacaq. Bunu asanlıq olsun deyə biz birinci dərsimizdə bir şey öyrənmişik. İndi onun keçəcək və hamısını bir arada öyrənəcək. Yəni artıq o düstura baxanda sən biləsən ki, eyni istiqamətə gedəndə nə olur, əks istiqamətə gedəndə nə baş verir. Baxın. Əgər dediyimiz kimi bir dənə cisim var idisə və bunun sürəti olsun bir dənə maşındır. Bunun sürəti olsun V1. V1. İstiqamət məsələsində fərqi yoxdur. Tutaq ki, bura geçsin. V1 bura geçsin. İndi bir dənə də cisim olsun belə. Bu maşında bura geçsin, V2 sürəti ilə geçsin. Əgər birincinin ikinciyə nəzərən yazılırsa, deyilirsə, yazacaq ki, nisbi sürətin, yəni işarəsi V1, 2. Bu nə deməkdir? Birincinin ikinciyə nəzərən. Bu cümlə başa düşməlisən. Tutaq ki, hansı birincisində? Birincisində, ikincisində. Birincinin ikinciyə nəzərən sürəti, yəni birinci cismin sürəti ikinciyə görə nətərdir? İkincidəki olan bir sərnişin birinci nətər görür? Bunun mənası budur. Yəni birinci cismin sürəti ikinciyə nəzərəndir. Bu onu demir. Və ya indi V2 olsaydı nə olardı? Bunun sürəti buna nəzərən. Yəni onu nətər görür? Elə bir şey olacaqdı. İndi bunu nətər yadına saxlayacağıq? Həmişə yadına saxla. Əslində bu nisbi sürətin bir dənə sadəcə düsturu var ki, o da vektorial olaraq bir dənə düstur var ki, birincinin ikinciyə nəzərən sürəti vektorial olaraq bərabərdir. Birincinin ilə sürəti çıxılsın ikincinin sürəti. Vektorial olaraq sadəcə bir dənə düstur var.
Yəni bu vektor yol olaraq düz nətərdir? Bunlar sürətlərin biz toplanmasını tutaq ki, bir dənə cisim götürək, sürəti olsun v1, bir dənə də cisim götürək, sürəti olsun v2. İndi v1 çıxılsın v2 nətərdir? Nədir? Onu vektor olaraq işarə eləməyi bir öyrənmişdik birinci mövzusunda, riyazi anlayışlarda. Nətərdir o? Ortadan xətt gedir. Ortadan yo toplanması idi. Yəni çıxılma deyirlər V2-dən V1-ə doğru. V2-dən V1-ə doğru bir xətt çəkəcəyik. Bura nə olacaq? V1 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 Buradan aralarında bir alfa olduğunu nəzərə alsaq, bir alfa dərəcə bucaq arasında olduğunu nəzərə alsaq, indi bunun kosinus teoremi dedikdə, bunu ədədi qiymətini, yəni nə qədər olduğunu o məni görür. Düz istiqamətimi görür. Amma mən nə qədər metr bölü saniyəni hərəkət etdiyimi görməsi üçün, yəni V1-2 ədədi qiyməti üstünə heç nə yazmadım da, yəni gördüyünüz kimi. Üstünə bir şey yazsaydım bu istiqamət bildirərdi. Ədədi qiyməti nəyə bərabərdir bəs? Kök altında nə? V1-in kvadratı üstə nə? V2 kvadratı çıxılsın nə? 2 V1 V2 V1 V2 axırda da kim? Kosinus alfa. Kosinusu kim elədik? Hə, əslində hamısı bu düsturdan gəlir. İndi deyəsən ki, həllə mən biyoxları asan şəkildə topladım. Necə etdim çıxartdım kosinusa? Deyən sualını verə bilərsən. Əslində sənə deyim ki, bütün düsturlar buradan çıxır. Sadəcə sayının çıxdığını göstərmək üçün belə şey yazdım. İndi bir şey deyəcəyik. A qoyarsan, yazırsan ki, eyni istiqamətdə hərəkət edilərsən. Və hamısı bu düsturdan çıxdığında bir budanda qrafında göstərəcək. İstəsən yəni bir də şeydir, özün də bir, əslində məntiqən bu mövzunun bir şəkli budur ki, həm riyazi olaraq çıxır. Yəni, yaxşıdır gördüyün kimi riyazi olaraq çıxardıq. Həm də məntiq olaraq düşünəndə çıxır. Düşünürsən ki, yəni bir maşın 20 ilə gedir, mən 20 ilə gedirəmsə, mən onu hərəkət etməmiş görə bilərəm. Hətta yolda görsən ki, çox adam belə maşın söhbət edirlər, sürətlə gedirlər, amma bir-birinə danışıb gülürlər, söhbətləşirlər. Niyə? Eyni sürətlə gedirlər deyə hərəkət edilməmiş kimi olur. İndi yaz A eyni istiqamətə gedərlərsə. Eyni istiqamətə gedərlərsə. Eyni istiqamətə gedirlər. Fərqi nədir? Gedirlər. Eyni istiqamətə gedirlər. Bu sürüsünü yiyəcəm. Onda bunu təsvir eləsək, birinci maşınımızı bu. Gəl, maşın dəyişir, məncə qalın vaziyətdə qalmış. Bu nədir? V1-dir bu. İndi bu da olsun nə? V2 olsun. V1-cidir, o da V2-dir. İndi biz nə tapacağıq? V1, 2-ni tapacağıq. Yəni birincinin ikinciyə nəzərən sürəti. İkinci cisim birinci nətər görür. Orada nətər olacaq? Bunu tapmamaqdan əvvəl, yəni biz bilirik ki, çıxırdıq da, eyni istiqamət onu deyildik ki, çıxırdıq. Amma indi onu çıxmağı göstərək. İndi bundan bu vektordur və bunlar arasındakı bucaq neçə dərəcədir? Yəni bunların yan-yana yazsaq. 0-dır. Kosinus 0-da nə alır? 1. 1 alır. 1 aldısa, mənim düsturum nətər olur? V1, 2 bərabərdir kök altında. V1 kvadrat üstə gəl, V2 kvadrat. Çıxılsın 2, V1, V2. Sən nəyə oxşadıq? Nə görürsən düsturda? Müxtəsər matrusdur. Müxtəsər matrusdur hansı müxtəsər matrusdur? Mərkəzdə V1 kvadratı. V1 kvadratı çıxılsın kim? V2 kvadratı. Yox, belə deyil. V1 çıxılsın V2-nin ümumi kvadratı idi, mərkəzdə kvadratı idi. Hə, onda bunu apardı. Nə qaldı? V1, V2 bərabərdir nə? V1 çıxılsın V2. Hətta bunu modulda da yazmaq var, çünki kvadratdan çıxdısa nə olmalıdır? Modul olmalıdır. Yəni modulda asadlıq deyir ki, yəni mənfasının narahat olma, mənlik. Əslində o mənfinin də bir şey var ki, yəni mənfidirsə, sən tutaq ki, bunun sürəti 30-dur, bununki 10-dursa, cavab nə alasan? Mənfi 20 alasan. Yəni çıxsan mənfi düzü modulda deyə biz modulunu götürəcək də qiyməti. Mənfi 20 nə deməkdir? O bu sənə baxanda görür ki, sən gedirsən arxaya. O sənə baxanda görür ki, arxadan belə tutaq ki, çönüb arxadakı maşına baxırsan, onun sürəti səndən azdır deyə sən onu görsən ki, o səndən getdikcə uzaqlaşır. Getdikcə arxaya gedir. Bir şeydən nəzərə ala bilərsən. İndi nəyə keçəcəyik? İndi əks istiqamətdə olarsa. Əks istiqamətdə deyirlərsə. Əks istiqamətdə olarsa, tutaq ki, bir dənə yenə qalın vagenimiz var. O bura gedir. Bir dənə də başqa qalın vagenimiz var. O da bura gəlir. O bura gedir, o bura gəlir.
Arada buzaq nə qədər? Neçə dərəcədir? 180. 180 dərəcə. Kosinus hissəsində necə alır? Ne olacak? -1. Kosinus hissəsində yadına saxla, -1 alır. -1 alırsa, onda bu düstur nə olur? Bura -1'dir, -1 gələr bunu müsbət eləyər, elə deyilmi? Onda bu plusunu alar və V1-2-nin kök altında nə olar bu? Mertezi kvadrat. Mötərizədə də Müsbət. müsbət olur bu dəfə. V1 üstə gəlir, V2 Mertezi kvadrat. Bu da qolunu aparır yenə. Nə qalır? Eş model ekleşiyor. V1-2, hə? V1 üstə gəl, V2. Yəni bunlar əgər qarşı-qarşıya gələrsə, yəni həqiqətən görəsən, yola yazılır ki, 50 metrdən artıq getməyin burada. Və sən də oturmusan belə maşın gedirsən, sən də həqiqətən 50 keçirsən, 40 gedirsən. Amma qarşındakı gələni görürsən ki, qarşındakı bir 100 olmasın, indi 80-lə falan gedir. Amma cəza yazmırlar. Niyə? Çünki sən onu elə görürsən. Sənə görə o sürəti. Əslində ona görə deyil, polislərə görə o deyil. Sənə görə odur. Yəni nisbi sürətdir, yəni sənə görədir. Nə oldu burada? Topladıq. V1, 2 bərabərdir. V1 üstə gəl, V2. İndi 90 dərəcə buzaq altında getsələr, 90 dərəcə buzaq altında. 90 dərəcə buzaq altında. Nə tər ola bilər? Tutaq ki, düzdür, fantaziya yanında burada. Bu yuxarı gedir, V1. Bu da nə edir? Bu istiqamətə gedir, V2 olur. Aralarında buzaq neçə dərəcə olsun? 90 dərəcə olsun. 90 dərəcə olsa, indi gəl kosinusun yerinə 90 qoyaq. 90-da kosinusunu neçə alır? 0 alır. 0 alırsa bunun hamısı getdi, komple bu getdi. Komple bu getdi. Ondan sonra nə qalır? V1-in kvadratı sökər, V2-in kvadratı kök altında. Yəni V1, 2 bərabərdir nə? Kök altında V1 kvadrat üstə gəl, V2 kvadrat. Bundan başqa bir şey yox. Anladın mı? Üç sala baxdıq cəmi. 3 sal bəsdir. Və sənə desək ki, 60 dərəcə bu, yəni bu da düşür. Nətər düşür? Yəni əslində çox az düşür, amma düşür də. Yəni bunda əslində bilirsən də, yəni bunda sorun yoxdur. Çıxılsın 2 V1 V2 kosinus alfa deyil miydi? Əgər sənə 60 dərəcədirsə, kosinus yerinə 60 qoysan, zaten qiymətini yazırlar, fizikada kosinüsün qiymətini yazırlar, rahat olasın. Neçə verdisə, ver bu düsturdan hamısını əldə edə bilərsən. Amma indi üstünə əsasala baxdıq ki, imtahanda bəlkə yadından çıxdı, kosinüsün qiyməti yadından çıxdı. Buna görə də üstünə lazım olan əsas hallara baxdıq, əsas testdə bunlar düşür. Nisbi sürət bu qədər. Maraqlı bir şeydir həqiqətən. Yəni birisinin sürəti. İndi daha maraqlı bir şeylər keçəcəyik. Sürətin toplanması. Bu olur neçə? 11-ci hissəmiz və sevindirici şey deyim ki, düz xətt hərəkətinin son hissəsi artıq. Bu nədir? Bax, indi belə bir misal verim. Gələndə Gəncəmoldaydım. Gəncəmolda o birisində ekskavatorlar var. Yəni adını düzgün tərcümə edə bilmirəm. Ekskavatorlar nədir? Belə bir dənə pilləkənlərdir. Hətta bilirik hamımız. Yürüyən nərdivənlər deyirlər buna. Hərəkət edir. Yəni mən burada hərəkət edir. Oturmuşdum burada, mənəm. Burada oturmuşdum. Kimsə gəlirdi, indi mənim aparır burada müəyyən bir V ekskavator sürəti ilə. Yəni bu sürət nədir? Ekskavatorun özünün sürətidir. Sürətini mənə aparır buna yuxarı. Amma kimsə tələsirdi. Nə edirdi? O qaça-qaça gedirdi. Ekstrada. Onu düşünək. O qaça-qaça gedir. Bu da ki, özündə ekstra sürəti var və öz deyək buna. Özündə bir sürətində nə edir? Qaça-qaça hərəkət edir. İndi belə bir şey düşünək. Bunun sürəti nə olar? Bunun sürəti özünün nə alır? Mənim sürətim də alır. Evet. Mənim sürətim ilə ekskavatorun sürəti olur. Onda bir adam. V-mən nə oldu? V ekskavator oldu. Ekskavator nə idi o? Ekskavator oldu. Bu metrolarda da daha çox var. Metrolarda da görmək olur. Amma bu sürət nə oldu? Çox da öz sürətini təsdiq sürətinin üstünə gəlir. Sürəti, onun sürəti və öz sürəti, onun öz sürəti. Üstə gəl və ekskavatorun sürəti, onun sürətidir və onun. Onun son sürətidir. Onun son sürətinə və toplam deyirik. Toplam axırda. Bu sürətin nisbi sürətinə qarışıq salınanlar var. Qarışıq salınmaq üçün bir şey deyim. Nisbi sürət, yəni mənə görə o nətər hərəkət edir.
Əslində, yəni qıraqdan duran bir insana görə, qıraqdan məsələn, tutaq ki, maşından çıxdıq indi, belə baxırıqsa onun sürətinin 40 olduğunu görərəm. Amma indi mən hədud dedim axı 80-lə gələ bilər. Mən onu, yəni mənə görə olan bir şeydir o. Yəni mənə görə olan bir şeydir. Amma bir də var ki, dünyaya görə də əsl bunun sürəti bu olur. Yəni nisbi bir şey deyil, mütləq bir şeydir ki, bunun sürəti budur. Kim gəlir, gəlsin, onun sürəti budur. Konkret olaraq bunun sürəti odur. Və həqiqətən də tələsdiyi insan öz sürətini artırmaq üçün ekskavatorun sürətinin üstünə öz sürətini gəldi ki, sürətin artsın, tələsirdi yəqin, özünə getdikdə çatsın. Yəni sürətimiz belə. İndi uşaqlıqda həmişə metrolardan falan gələndə belə bir şey düşünmüşəm. Demişəm ki, ekskavator deyilmi? Metrolardan falan gəldim. Bunu biraz pis yazdır. Pis yazdır, bunu düzəldək. Belə bir şey düşünmüşəm. Demişəm ki, bu istiqamət hərəkət eləmir və ekskavator. Bu istiqamət hərəkət eləmir, pləkan. Pləkan yəni düşmür bura. Dedim ki, indi mən görəm burada dursam. İndi bu sosial səhvə, geçəm yuxarı. Nə olar? Özüm buran var. İndi həmişə düşünmüşəm. Amma təbii ki, orada nəzarətçilər falan var deyə, elmi olmur. Ümumiyyətlə tünlük olur orada, elmi olmur. Həm də uşaq idi, uşaq nə eləyə bilər ki? Amma bir dəfə başa gedəndə ya da gəncəm alda falan eləyərəm yadıma düşsə. Burada nə olur? Bizim sürətimiz çıxılır. Bax, burada çıxılacaq sürətimiz. Sürətimiz get-gedə azalacaq. Hətta sən aşağı da gedə bilərsən. Hətta indi belə bir şey yazım. Sənin son sürətin V toplam deyək buna. Bunun da V özü deyib V toplam deyək. Çünki toplam sürəti axırdakı bunun cəmdəki sürəti nədir? Biz toplam sürət deyəndə onu deyirik. Sürətin toplanması. Nə bərabərdir? V nə özüm çıxılsın nə V x. Ekskavatorun sürətini çıxarım özümdən. İndi ekskavator tutaq ki, bu istiqamətə geçsin və ekskavator deyək də buna. Neçə geçsin? 10 metr bölü saniyə ilə geçsin. İndi əslində belə sürət olsa, şut yapışırsan yerə. Amma indi biz fizikada nəzərə edirik. İndi onu salmayaq nəzərə. İndi bununla geçsin. Mən də öz sürətim olsun 8 metr bölü saniyə. Yəni nə olar? Ekskavator nə bəlkə? Ekskavator bəlkə edər. Mən 2 metr bölü saniyə ilə get-gedə aşağı düşərəm. Əslində qaçıram ha. Tər içindəyəm, qaçıram. Amma 2 metr bölü qıraqdan baxan bir insan, qıraqdan da sən baxırsan ki, müəllim nə var burada. Görürsən ki, müəllim nə eləyir? 2 metr bölü saniyə ilə düşür yerə. Amma indi belə bir şey deyək. Mən onunla gedirəm tutaq ki. Yerimizdə qalmış. Elə yerində qalacaq. Yerində belə qaçıram belə. Amma indi tutaq ki, inada düşdüm. Dedim ki, haqayret 12 metr bölü saniyə keçdik. Onu keçdim. Axırı ki, bu qədər əziyyətdən falan sonra 2 metr bölü saniyədə olması ekskavatora qalib gəlirlər. Bunu ekskavatordan başqa bir şey də göstərmiyorlar, olar. Yəni indi gedək çaya. Yəni gördük ki, yəni ekskavatorun əgər eyni istiqamətdə isə toplayırıq, əks istiqamətdə isə çıxır. Yəni sürətlərin toplanma qaydasıdır. Çay da səhvdir da. Hə? Çay da bunun kimi. Çay da bunun kimi deyil. Bir dənə tərpənmə məqsədi öz sürəti. Bir dənə çaydan asılı. Elə bir dənə ekskavator deyib çay eləyəcək. İndi çayda tutaq ki, bir dənə qayğımız var. Çay da bu istiqamətdə axır, fışır və çay. Bizim də tutaq ki, bir dənə qayğımız var. Belə bir qayıq çəkək. Mən bu qayıqla da ekstra bura və qayıqla bu istiqamət hərəkət edəcəm. Mənim axırki sürətim, sən buradan baxırsan da, sən də burdasan. Buradan belə durub baxırsan. Buradan baxırsan bizə. Mənim sürətim nə olar? Çayla qayığın sürətim eyni olur. Amma mən dedim ki, yox, mən çayı nəql edirəm. Belə bir şey elədim sənə. Və mən nə olaram? Sonu çıxırıq. Yəni bunlar həqiqətən lazımlı şeylərdir. Çay məsələlərini işləyəndə də bu lazım olur və hətta suallar da düşür ki, sən ekskavatorun burasına gelsən, sürətin bu qədərdir falan filan. Yəni bunlar lazımlı şeylərdir. Axır ki, düz xəttli hərəkət mövzusu nə elədi? Bitdi, canı qurtardı artıq mövzudan.